Salam aleykum əziz bacı və qardaşlarım. Bugün sizinlə yenə gözəl əxlaqlı olmaq haqqında danışacağıq. Bugünkü mövzularımız həlim xasiyyətli olmaqdır. Bismillah başlayaq. Həlim xasiyyətli olmaq. İnsanlar gücü çox vaxt sərtlikdə görürlər. Elə düşünürük ki, kim daha uca səslə danışsa, kim daha sərt reaksiya versə, o daha güclüdür, amma əksinə sükutun içindəki təmkindədir. Həlimlik, insanın öz iradəsinə sahib çıxması, sözünü qılınc kimi deyil, şəfa kimi istifadə etməsidir. Təsəvvür edin, kimsə sizə qarşı kobudluq edir. Sərt cavab vermək asandır. Amma gülümsəyib, təmkinlə cavab vermək böyük bir xarakter nümayişidir. Gəlin bu mövzu haqqında Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyib onlara baxaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirdiyinə görə, Allah Teala'nın bəndəsində olmasını istədiyi və bəyəndiyi xüsusiyyətlərdən biri həlim xasiyyətli olmaqdır. Allah Teala sevdiyi bəndəni həlim xasiyyətli edər. İnsanlara qarşı mülayim rəftar etməyən insanda xeyir yoxdur. Həlim xasiyyətli olan insan hər işdə digər insanlara asanlıq göstərər. Allah Teala da qullarına asanlıq göstərilməsindən xoşnut olar. Harada asanlıqla varsa, orada gözəllik var, asanlığın olmadığı hər şey çirkindir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə öyrətdiyi əsas şeylərdən biri isə asanlaşdırın, müjdələyin, nifrət etdirməyindir. İnsanlarla alış-verişdə onların işini asanlaşdıran, əli darda olana borcunu ödəməsi üçün möhlət verən, hətta borcun bir qismini yaxud tamamını bağışlayan kimsənin işini Allah Teala axirətdə asanlaşdıracaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə yaxşılıq sahiblərinə Allah mərhəmət etsin deyə dua etmişdir. Gəlin birlikdə insanlara qarşı Allah üçün yumuşaq davranaq. Sərt davranıb şeytanı sevindirməyək. Allaha əmanət olun vəssalam.